Uzun tıxac səbrini itirən sürücülər. Söhbət hərəkətin iflic olduğu Bakı-Sumqayıt yolundan gedir. Gecə saatlarında belə uzun müddət avtomobillərində gözləməli olan vətəndaşlar vəziyyətin dözülməz olduğunu deyiblər. Ötən gün Sultəpə dairəsində aparılan yol təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunda uzun bir tıxac yaranmışdı. Hazırda gecə saatları olmasına baxmayaraq tıxac davam edir. Sürücülərdən aldığımız məlumata görə normalda 15-20 dəqiqəyə getdikləri yolu hazırda 1 saat yarıma, hətta 2 saata gedirlər. Mən 1 saatdır burada 20 yanvar qurğundan buradayım hələ. Düz 1 saat. Normal vaxt neçə dəqiqə gedirdiniz? 12-13 dəqiqə belə. Rahat gözləməmişəmsə bir yarım saat, 1 saat elə kimi şey. 20 yanvardan Sultəpənin qurğuna 1 saat 40 dəqiqəyə geri çatmışam. İşdən gücdən yorulub gələn adam nətər olmalıdır o provkada? Bu yolun bir çarəsi yoxdur qardaşım. Hər gün qalırıq, 1 saat, 2 saat qalırıq. Bezmişik də tıxacda yola getməkdən.